İnsan çətinliklə üzləşəndə ya mübarizə aparır, ya da qaçır. Ancaq bəzən qaçdığı yer onu daha çox əsir edir. Qumar da belədir. İnsanlar onu pul qazanmaq üçün oynadıqlarını düşünürlər, amma əslində özlərini itirməmək üçün oynayırlar. Qumar asılısı üçün qumar gündəlik həyatın narahatlıqlarından qaçmaq üçün yaradılmış rahatlıq zonası və psixoloji bir sığınacaqdır. Bəs insan niyə sığınacaq axtarır? Reallıq çox vaxt çətin və xaotik görünür. İnsan təbiəti isə nizama və bu nizamı yaratmaq üçün nəzarətə can atır. Ancaq həyatda nə qədər plan qursaq da nəticələrə həmişə nəzarət edə bilmirik. Güvən və rahatlıq ehtiyacını hansısa yolla kompensasiya etmək istəyirik. Əgər bu ehtiyaclar həyatın içində ödənilmirsə, ailədə sevgi yoxdursa, işdə stres çoxdursa, cəmiyyət içində özünü dəyərsiz hiss edirsənsə, o zaman zehin özünə alternativ bir reallıq yaratmağa başlayır və qumar bu alternativ reallığın parıltılı bir formasıdır. Burada udmaq da var, uduzmaq da var. Ən əsası isə növbəti dəfə udmaq üçün yalançı bir ümid var. Qumar özünü gücsüz hiss edən insanın güclü göründüyü virtual bir döyüş meydanıdır. Həyatda hər şeyə təsir edə bilməsən də oyunda pulu sən qoyursan, qərarı sən verirsən, oyunu sən oynayırsan. Əslində isə sən oyunun içindəsən, amma oyun səni oynayır. Qərarı özünün verdiyini düşünsən də həmin qərarları doğuran daxili boşluğun və həll olunmamış travmalarındır. Həyatın problemləri arasında beyni donmuş insan üçün qumar zövq və müvəqqəti güvən vəd edir. Oyun başlayanda dünya susur, həyəcan artır, ən azından burada nə baş verdiyini anlayıram düşüncəsi yaranır. Bu emosional bir narkotikdir. Qumarın qoruyucu zona funksiyası insanın emosional ağrılardan qaçıb təsadüfün içində güvən tapma cəhdidir. Çünki təsadüf sənə məsuliyyət yükləmir. Əgər həyatda uğursuz olarsansa bacarıqsız olduğunu düşünəcəksən. Oyunda uduzanda isə təqsiri şansın üstünə atacaqsan. Məhz bu amil insanı öz içindəki günahkarlıq hissindən qoruyan psixoloji müdafiə mexanizmidir. İnsan çarəsiz qaldıqda öz daxili həbsxanasını cənnət kimi hiss etməyə başlayır. Asıllar qumarı emosional tampon kimi istifadə edirlər. Bu isə yaranı sağaltmır, sadəcə ağrını hiss etməyə gecikdirir. Qumar onlar üçün antidepresantdır. Əsəbisənsə oyna, canın sıxılıbsa oyna, kimsə səni incidibsə oyna. Qumar dopamin verir, ağrını hiss etmirsən, amma infeksiya içərdədir və yayılır. Ən təhlükəlisi isə odur ki, bu zona getdikcə konfor zonasına çevrilir. Artıq insan həyatda qazanmağa çalışmaq yerinə oyunda uduzmağı seçir. Çünki uduzduqda belə növbəti dəfə udma ümidi ilə dopamin yenidən stimullaşır. Yəni qumar şuuraltı olaraq özümü yaxşı hiss etdiyim yeganə yerdir qənaətinə çevrilir. Beləcə insan reallıqdan uzaqlaşır və oyun onun reallığına çevrilir. Ailədən uzaqlaşır, işə qarşı soyuyur, həqiqi özünə yadlaşır. Qumarın verdiyi saxta rahatlığın cazibəsi insanı gerçək azadlıqdan məhrum edir. Əgər sən bir yerdə özünü güvəndə hiss edirsənsə, amma oradan çıxa bilmirsənsə, o yer sığınacaq deyil, zindandır. Əsl azadlıq isə o zaman başlayır ki, insan həyatla üz-üzə qalma cəsarətini tapır. Qumar sənə verdiyi rahatlıqla deyil, səndən aldığı həyatla səni məğlub edir. Əgər sən qumarı tərk etmək istəyirsənsə, bu dəfə kartları həyatın özünə ver. Asıllıqlara qarşı güclü nat texnikaları ilə sən öz ağrının kökünü asanlıqla tapacaq, rahatlığı oyunda yox, öz içində kəşf etməyə öyrənəcəksən. Qumar asıllığı sənin günahın deyil, amma azad olmaq sənin seçimin. Əgər özünü xilas edəcək səsi dinləməyə hazırsansa, mən o səsin gücünü sənə xatırladaram. Qumar asılısı dənizdə boğulan, amma özünü hovuzda üzürmüş kimi hiss edən adamdır. Bu elə bir problemdir ki, insan uduzduğunu hiss etməmək üçün uduzmağa davam edir. Fikirləriniz çox maraqlıdır.